hər bir varlıq ki Allah yaradıb, nə üçün o varlığı yaradıbsa, o işlə də məşğuldur. Hər bir varlıq. Hər bir varlığın bir təyinatı var da. Necə ki biz insanlar nəsə istehsal edirik, onu müəyyən bir təyinat üçün. Paltar yuyan maşın paltar yumaq üçündür. Digər maşın onu sürmək üçündür, hərəkət eləmək üçündür. Soyuducu, məsələn, filan funksiyanı yerinə yetirir. Hər bir şeyin bir təyinatı var, varlıq aləmi də belədir. Hər bir şey ki Allah yaradıb, müəyyən bir iş üçün yaradıb. Və bütün yaradılmışlar, varlıqlar hamısı öz işi ilə məşğuldur. O şey ki onun üçün onları yaradıblar, o işlə məşğuldurlar. Və varlığın nizamı belə təmin olunur. Hər bir varlıq ki Allah yaradıb, nə üçün yaradıbsa o işlə məşğuldular. Bir dənə insandır, ona azadlıq verilib, o azadlığından sui-istifadə eləyib, hər şeyə hakim olan nizamı pozur. Allah günəşi yaradıb bir şey üçün, yeri yaradıb bir şey üçün, ayı yaradıb, hamısı öz dəqiq işini görür. Nə üçün yaradıb, o başını aşağı salıb o işlə məşğuldular. Bir dənə bu insan varlıqların içindən insanı seçib, ona azadlıq verib, İnsan azadlığından sui-istifadə eləyib, bütün bu varlıq aləminə hakim olan o dəqiq nizamı bu pozur. Bütün şeyi xarab eləyir. Deyir, dünyanın alçaqlığına hədisdə var, dünyanın alçaqlığına bu kifayət eləyər ki, dünya yeganə yerdir ki, orada Allaha günah olunur. Bilirsiniz, nə qədər aləmlər yaradıb, mələklərin aləmləri təbəqə-təbəqədir. Varlıq aləmi çox əzəmətlidir. Biz əzəmət deyəndə yalnız bu planetləri, göyün, fəzanın cisimlərini nəzərdə tutmuruq. Mənəvi aləm var böyük əzəmətdə. O aləmin hər bir təbəqəsində özünə uyğun varlıqlar var. Hamısı dəqiq, saat dəqiqliyi ilə öz işini görür. Bir dənə insana ki azadlıq verilib, bütün bu nizamı insan pozur. Yeganə aləmdir, insanın yaşadığı aləm ki, orada Allaha üsyan olunur, orada Allaha günah olunur. Və bu böyük cəsarətdir Allaha günah eləmək, böyük cürət tələb eləyir. Odur ki, Allah bilir ki, günah nə qədər pis şeydir, bizi çəkindirir. Bu boyda varlıq aləminin yeganə məxluqu sənsən ki, bütün bu nizamı vurursan bir-birinə. Hamı öz işi ilə məşğuldur. Amma sən böyük cürət eləyirsən ki, Allahın huzurunda günah eləyirsən. Aləmlərin Rəbbinin huzurunda günah eləyirsən. Biz bunu dərk eləsək kimin huzurunda yox? Kimə üsyan eləyirik? Bunu dərk eləsək, onda başa düşərik günah nə qədər pisdir. Bir qulam idi, Həbəşistandan gəlmişdi. Gəldi Peyğəmbərin yanına ki, mənə İslamı başa salın. Peyğəmbər ona başa saldı ki, kəlmə-i şəhadət dinən, Əşhədü ən la ilahə illallah, Peyğəmbərinə şəhadət verdi, İslamı qəbul elədi. Bir müddət qaldı müsəlmanların yanında, təlim alır, öyrənir İslam dinini. Gəldi Peyğəmbərə dedi ki, ya Rəsulallah, Allahı tərif eləyəndə eşitmişəm, deyirlər ki, Allah hər şeyi bilir. Düz sözdür, Peyğəmbər buyurdu, bəli, gizlini və aşkarı bilir. Biraz fikrə getdi, dedi, ya Rəsulallah, onda belə çıxır ki, mən günah eləyəndə görüb mənim bütün günahlarımı. Deyir, bəli, nə günah eləmirsən görüb. Deyir, bu sözü eşidəndən sonra fəryad elədi, nalə çəkdi, yıxıldı yerə. Deyir, gəlib onu tərpədəndə gördülər ki, canı bədənindən ayrılıb, ruhu bədənindən çıxıb xəcalətdən, utanmaqdan. Ki, Allah məni görürmüş deməli, mən ona günah eləyə-eləyə Allah mənə baxırmış, o xəcalətdən utanıb dünyasını dəyişir. Bunu bir dənə insan başa düşsə, amma biz 10 neçə ildə eşidirik, başa düşmürük. O ərəb bir günə başa düşdü. Bir günə başa düşdü, amma biz danışırıq, başa düşmürük. Biz anlamırıq, başa düşmürük, kimə günah eləyirik, kimin huzurunda yox. Birinci öz ünvanıma deyirəm, insanın ürəyi nə qədər bərk ola ki, bu sözlər insanın ürəyində təsir qoymuyor. O bircə dəfə iman gətirməklə anladı nə var nə yox, başa düşdü. Həyadan yaşaya bilmədi, utandığından öldü ki, Allah mənə baxa-baxa mən günah eləmişəm. Harada olsaz Allah sizlə. Bu bir cümləni başa düşün. Səhl Şuştəri alimlərimizdən biridir, müəyyən mənada deyərəm ki, böyük mənəvi məqama sahib olan alimlərdəndir.
Bu insanlardan da hərdən cəmaat gəlir, soruşur ki, sən necə oldu belə oldun da, hamı kimi dörsən sən. Bundan da gəlib soruşdular ki, sən necə oldu ki, belə məqama çatdın. Deyim, mənim 7 yaşım var idi, dayımla bir yerdə qalırdım. Gecə durdum, bir ehtiyac üçün, uşaq idim, 7 yaşda uşaq. Bir gördüm, dayım namaz qılır, ibadət eləyir, əbanı çalıb çiyninə. Xoşum gəldi onun halından. Gəldim, mən də 7 yaşında uşağım, oturdum yanında. Dayım dedi ki, get yat, sən nəyə oturmuşsan? Dedi, yox, mən də istəyirəm ibadət eləyəm. Dedi, get yat. Getdim, yatdım, səhəri duranda yenə gecə vaxtı idi, yuxudan oyandım, gördüm, dayım ibadət eləyir. Gəldim, yanında oturanda dedim, mən də istəyirəm o sözləri deyəm, sən dediyin sözləri. Deyim, mənə bir dənə zikr öyrətdi. Dedi ki, üzü qibləyə otur, bu sözü dinən, ya hazır o, ya nazir. 2 cümləni dinən. Hazır ki, yəni ey hazır olan Allah və nazir də görənə deyərlər. Ey Allah ki, məni görür, hər şey görür. Ya hazır o, ya nazir, bu zikri dedim. Deyir, səhər yenə durdum, oturdum, dedim də məsələn 5 dəfədir, sonra 7 dəfədir. Sonra deyir, daima ehtiyac olmadı, o zikrin şirinliyi elə məni özünə cəzb elədi. Mən elə özüm hər gecə durub o zikri deyirdim uşaq vaxtımdan. Sonra elə böyüyə-böyüyə bu sözün barəsində fikirləşdim və məni adam eləyən elə bu ya hazır o, ya nazir oldu. Mən ona görə adam oldum ki, uşaqlıqdan başa düşdüm ki, Allah mənə baxır. Nəyim var elə bu zikirdən oldu. 2 cümləni başa düşdüm, 2 cümləni anladım, xoş o adamların halına ki, evlərində belə ağsaqqallar olsun ki, onları hidayət eləsin. İndi zaman dəyişib, ağsaqqallar cavanlarla dalaşır ki, namaz qılma. Ata qızına deyir, başı aç. Bu dəhşətdir, bu böyük faciədir. Ata qızına deyir ki, başı aç, məni biabır eləmə. Qardaş bacıya deyir, həyat yoldaşı var, xanımdır, başına hicab bağlamaq istəyir, əri qoymur. Ağsaqqal kişidir, sası saqqalı ağarıb, oğul, uşaq ona din öyrədir və ona gülür, məsxərə eləyir, ona qadağan eləyir. Belə bir zamandır, amma qədim belə dördü əvvəllər. Əvvəllər ağsaqqallar cavanlara yol göstərərmiş. Demirəm, indi də dəyərli ağsaqqallar var. İndi də Allaha ibadət eləyən ağsaqqallar var ki, onların sayəsində biz hidayət olmuşuq. Onlar öz yerində, amma bunlar da var və bunlar çoxluq təşkil eləyir. Bir zikrin deyir, mən əhəmiyyətini başa düşdüm, ondan sonra deyir, mən islah oldum şuşləri. Nə var, başa düşdüm ki, ya hazır o, ya nazir, Allah mənə baxır, məni görür. Bir dənə bunu başa düşdüm. Nə qədər Quranda deyir, Allah elədiyinizi görür. Bunu nə qədər təkrar edir? Yəni, diqqətli olun, neyinirsiniz? Hər əməliniz təqdim olunur Allaha. Hər əməliniz təqdim olunur. İnsanın, o dəfə mən dedim, əməli qalxdıqca ruhu da qalxır. İnsan öləndə hədisdə var ki, mələklərin əlindən çıxar, uçar Allaha tərəf. Səbri olma, mömin insandan söhbət gedir. Mələklərin əlindən çıxar, gedər. Gedər, orada görər möminlərin ruhu oturub, uca aləmdə, uca məqamda, dünyada tanıdığı möminlər gələr bundan görüşər, deyər, xoş gəlmişsən. Orada da elədir, danışırlar, biz oranı real hərdən təsəvvür eləyə bilmirik. Necə ana bətnində olan uşağa deyərsən ki, bir divar ayırır səni bir dünyadan ki, orada insanlar gəzir, yeyir, içir, yatır, işləyir, böyük binalar var. Bir divar səni oradan ayırır, nə qədər başası olsun, şuuru çatmaz inansın. İndi bizi də az fasilə ayırır o aləmdən. O fasilə çəkilsə, həmin o ruhlar görərik ki, oturub o aləmdə danışırlar. Deyir, təzə insan gələndə gəlib deyərlər, xoş gəlmişsən. Sonra soruşarlar möminləri, deyərlər, filan kəsdən nə xəbər var filan mömindən. Bu deyər ki, hələ sağdır, dünyada qaldı. Onlar deyərlər ki, inşallah Allah ona qismət eləsin, gəlsin bizə qovuşsun. Birdən bir mömini soruşanda ki, o necədir desə, ölüb, bilərlər ki, o cəhənnəm əhlidir. Deyərlər, vay olsun ki, həlak oldu. Əgər saadətə çatmış olsaydı, bizə gəlib qovuşardı. Bunlar hamısı mənəvi aləmin hadisələridir. Bir dəstə İmam Səccad əleyhissalamın yanına gəldi. Dedilər, bizə bir hədis dinən. Ağa başladı danışmağa ki, mən Peyğəmbərdən sizə bir hədis deyim. Ki, bir nəfər ölübsə əgər, onu aparırlar bastırmağa, ruhu dayanır cənazəsinin üstündə, baxır, görür, yaxınları buna ağlayırlar.
qardaş ağlayır, ana ağlayır, bacı ağlayır, oğul ağlayır, indi kimin nəyi var? Baxır, görür ki, yaxınları ağlayırlar. Deyir, o vəziyyətdə görəndə fəryad edir ki, ey mənim övladlarım, ey mənim əhlim, qoymayın dünya sizi allatsın, dünya sizi ilə oyun oynasın, necə mənlə oyun oynadı. Mənlə oyun oynadı, mən bir ömür mal topladım, gedirəm hesab verməyə, keyfini başqası görəcək. Mən topladığım mal başqası xərcləyəcək, cavabını mən verəcəm. Siz mənə ağlamaqdansa qoymayın dünya başınızı oynatsın. O sözü deyər, amma biz eşitmirik onu. İmam Səccad bunu danışanda bir nəfər məclisdə var idi, Zəmrə adında. Bir baxdı, dedi ki, yox əşki, ölü danışacaq. Ölü danışırsa ilə durub qaçsın, gedib qəbrə də girməsin. İmam Səccadın sözünü məsxərə elədi. Deyir, bu belə danışandırsa, elə dursun ayağa da getməsin qəbrə. İmam Səccad çox narahat oldu. Başını saldı aşağı, dedi ki, hədis demirik, deyirlər ki, xəsislik eləyirlər. Peyğəmbər hədisi deyirəm, məsxərə eləyirlər. Narahat oldu. Hətta mən bir yerdə oxumuşam ki, bəddua elədi. İmamlar hərdən bəddua eləyiblər. Ona da pis dua elədi İmam Səccad. Deyib, biraz keçdi, Əbu Həmzə danışır. Deyib, mən eşitdim ki, dünyadan köçdü həmin o adam. Getdim dəfninə ki, görüm bu İmam Səccada belə elədi, bunun dəfnində bəlkə bir şey görərəm. Deyir, gördüm, qəbrə qoydular, mən baxırdım ona ki, görüm, nəsə bir qəribə bir şey müşahidə eləyərəm. Səhv eləmirəmsə elə Əbu Həmzə Somali, həmin o Əbu Həmzə Somali danışır bu hadisəni. Deyir, mən baxdım, gördüm, bunu qəbrə qoyanda bundan səs gəldi ki, vay ləkə, ya Zəmrə. Öz-özünə dedi ki, vay olsun sənin halvan. Peyğəmbərin sözünün doğruluğunu gördün ki, bir vaxt Peyğəmbərin sözünü, İmam Səccadın sözünü məsxərə eləyirdin. Biz çox yüksəklərə qalxa bilərik. Quşun görürsən, ayaqlarına daş bağlayarsan, uça bilməz. Qanad çalar, yıxılar, qanad çalar, yıxılar. Bizim günahlarımız bizi qoymur, biz yuxarı qalxaq. Bir ömür lazımdır ki, insan bu günahlardan azad ola ki, o məqamlara gedib çata bilər.